Salam əziz tamaşaçılar. Haqqın dərgahı verilişinin növbəti buraxılışında hər birinizi xoş gördük. Bu dəfəki mövzumuz 20 yanvar hadisəsinə həsr olunub. 20 yanvar hadisəsinin tarixi əhəmiyyətini, müstəqilliyimiz üçün bunun nə qədər vacib olduğunu müzakirə edəcəyik. Qonağım Azərbaycan İlahiyyat İnstitutunun Elm və İnnovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mirniyaz Mürsəlovdur. Mirniyaz müəllim, xoş gəlmisiniz. Xoş gördük. Mirniyaz müəllim, hal-hazırda bu günlərdə biz 20 yanvar faciəsinin il dönümündəyik. Eyni zamanda məlumunuz olduğu kimi 28 dekabrda cənab prezidentin sərəncamı ilə 2025-ci il ölkəmizdə Konstitusiya və suverenlik ili elan olunubdur. 1991-ci ildə Konstitusiya aktı qəbul olunsa da, müstəqillik haqqında Konstitusiya aktı qəbul olunsa da 1995-ci ildə Konstitusiya ərsəyə gəlibdir. Ümumiyyətlə, Konstitusiya aktının ortaya çıxması, suverenliyimizin bərpa olunması, Azərbaycan xalqının əsrlər boyu xəyallarını bəzəyən, arzularını, ideallarını bəzəyən bir anlayış olubdur. Tarixdən bugünə Azərbaycan xalqı öz müstəqilliyini əldə etmək üçün bir çox mübarizədən keçibdir. Mən istərdim ki, əvvəlcə biz buradan başlayaq. 20-ci əsrdə Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizə, müstəqilliyin həm əsrin əvvəllərində qısa müddətdə olsa da əldə olunması, sonradan əldən itirilməsi, yenidən qazanılması, bu bir xalq üçün, bir millət üçün nə əhəmiyyət ifadə edir? İstərdim əvvəlcə bu barədə fikirlərinizi öyrənək. Təşəkkür edirəm Kösər müəllim. Çox düzgün vurğuladınız. Zəngin tariximizə baxdığımız zaman tariximizdə əsrlər boyu yad illilərə qarşı, işğalçılara qarşı daim mübarizə apardığımızın şahidi oluruq. Ümumiyyətlə, Azərbaycan xalqı işğalçılara qarşı, buxova qarşı, müstəmləkəyə qarşı daim mübarizə ruhunda olub, milli azadlığının daim mübarizəsini aparıb və yaxın son bir əsrdə də qeyd etdiyiniz kimi qısa bir dönəm müstəqillik həyatı yaşasa da, daha sonra son verilib bu müstəqilliyə. Nəhayət, əsrin sonunda belə bir fürsət düşdü xalqımızın əlinə və bunu canı bahasına, qanı bahasına olsa da əldə edə bildik. Bunun üçün təbii ki, biz şəhidlərimizə borcluyuq və qeyd etdiyiniz kimi 20 yanvar ərəfəsindik. 20 yanvar bizim xalqımızın milli azadlıq istəyinin oyanış günü. Eyni zamanda müstəqilliyimizin, milli müstəqilliyimizin uğrunda cəsarət nümayiş etdirdiyimiz şəkildə xalqımızın yaddaşına həkk olunub. Amma 20 yanvara qədər baş verən proseslər var idi ki, onlar 20 yanvar, qanlı yanvarla nəticələndi. Qondarma Dağlıq Qarabağ Respublikasının Ermənistana birləşdirilməsi, eyni zamanda oradakı yaşayan Azərbaycanlılara qarşı həyata keçirilən soyqırım və s. bunların fonunda Azərbaycan xalqı mübarizəyə qalxdı. Öz torpaqlarını qorumaq, suverenliyini qorumaq uğrunda başlatdığı bu mübarizə milli hərəkata çevrildi. Və sonralar artıq bu xalq hərəkatı bizim milli azadlığımızın mübarizəsinə çevrildi ki, bu da təbii ki, imperiyanı narahat edirdi. Azərbaycanın SSR-nin tərkibindən çıxması, müstəqilliyinə qovuşması kimi ideyalar imperiyanı narahat etməyə bilməzdi. Və nəticədə xalqımız əli yalın, silahsız bir şəkildə öz azadlığı uğrunda mübarizəyə çıxmışdı. Müstəqilliyimizi tələb edirdik. Biz bilirdik ki, bu heç də asan olmayacaq. Bayaq da vurğuladıq ki, tarix boyu bizim üçün heç vaxt asan başa gəlməyib. Biz hər zaman öz azadlığımız uğrunda qan axıtmışıq, yəni qanımızı axıdıblar, canımızı vermişik. Çünki biz müstəqilliyin, azadlığın nə qədər dəyərli olduğunu bilirik və bunun üçün də xalqımız yüz minlərlə, milyonlarla insanımız meydanlara töküldü və çox təəssüflər olsun ki, 1990-cı ildə yanvarın 19-undan 20-sinə keçən gecə öz konstitusiyasının da 119-cu maddəsini pozaraq
fövqəladə hal elan etdi və eyni zamanda silahsız insanlara qarşı silah işlədərək əliyalın insanları şəhid etdilər. Və təbii ki, bu tariximizdə bizim milli oyanışımızın bir simvoluna çevrildi. Bəli, simvoluna çevrildi. Eyni zamanda müstəqillik heç də asan başa gəlməyəcəyini, eyni zamanda azad olmağın nə qədər dəyərli olduğunu şəhidlərimiz bizə daddırdılar və bu gün də biz şəhidlərimizi böyük ehtiramla yad edirik. Çünki onlar xalqımızın tarixinə elə bir dəyər qatdılar ki, bu əsrlərlə bundan sonra bu dövlət müstəqil olaraq yaşadığı müddətcə yaddaşlardan silinməyəcək. Dünyada yüzlərlə, minlərlə xalqlar var və onlardan sadəcə 200-ə qədərinin dövləti var. Müstəqildirlər, azaddılar və çox şükür ki, bu tale bizə də nəsib olub. Həqiqətən dediyiniz kimi asan başa gəlməyib, keşməkeşli dövrlərdən keçib və 20 yanvar kimi müstəqilliyin simvollaşmış bir tarixinə biz şahidik. Mən istərdim rəqəmlərdən uzaq, faktlardan uzaq, bu hadisənin içərisindəki o mənəvi, milli dərslər nələrdən ibarətdir? Vətən uğrunda, müstəqillik uğrunda canından keçmək nə deməkdir? İstərdim bax bu barədə duyğularınızı bölüşəsiniz. Köçər müəllim, belə bir məşhur deyim var. Azadlıq verilmir, alınır. Bizim xalqımız da azadlığı qanı canı bahasına əldə etdi. İlk dəfə şəhidlik dəyərini bizim üçün bir növ müqəddəsləşdirən, müqəddəs idi də bir növ bizim yaddaşımızda təzəliyən məhz 20 yanvar şəhidləri oldu. Və belə bir dəyərin olduğunu sanki məhz 20 yanvarda xalqımız anladı ki, biz təbii ki, tarix boyu Azərbaycan işğalçılara qarşı mübarizə aparıb. Bizim milli dəyərlərimizdə işğala qarşı barışmaq deyə bir niyyət heç bir zaman olmayıb. Amma təbii ki, İslamla birlikdə bu mübarizə biraz daha bizim üçün müqəddəsləşdi. Çünki İslam dininin bizə qatdığı dini dəyərlər bizim üçün vətəni, ondan sonra dini, eyni zamanda digər atributları müqəddəsləşdirmişdi. Və 20 yanvarda da həmin bu dəyərlər idi ki, xalqı öz azadlığı uğrunda həmrəylik nümayiş etdirməsinə, birlik nümayiş etdirməsinə gətirib çıxardı. Və beləliklə də öz dəyərləri uğrunda xalqımız, eyni zamanda azadlıq da çox əvəz olunmaz bir dəyər idi bizim üçün. Azadlığı uğrunda eyni zamanda bunun fonunda dəyərləri, milli mənəvi dəyərləri uğrunda mübarizəyə çıxmışdı. Və bu mübarizənin nəticəsi bəzən biz deyirik qanlı yanvar, 20 yanvar faciəsi əlbəttə faciə idi, çünki əliyalın insanlar, orada qocalar da var idi, uşaqlar da var idi, müxtəlif peşə adamları var idi, işindən evə gələrkən və ya meydanda azadlıq uğrunda azadlığını car çəkərkən şəhid edilmişdilər. Və bunun xalqımızın yaddaşında əbədi olaraq həkk olunmasının səbəblərindən biri də əslində elə o dəyərlərə sahib çıxmaq idi. Minyaz müəllim, dəyərlərə sahib çıxmaq demişkən, müstəqillik və xüsusilə burada 20 yanvar şəhidlərinin bu fədakarlığı bizə müstəqil bir cəmiyyəti, müstəqil bir ölkəni bəxş elədi. Müstəqil ölkə olmaq mənəvi dəyərlərini, dini dəyərlərini, milli dəyərlərini eyni zamanda azad bir şəkildə yaşamaq deməkdir. Biz müstəqillikdən əvvəl və sonraki vəziyyəti, bu sahədəki vəziyyəti müqayisə eləyəndə bunun açıq şahidi oluruq. Məscidlərimiz darmadağın edilmişdi. Adət-ənənələrimiz unutdurulmağa çalışırdı. Dini dəyərlərimiz unutdurulmağa çalışırdı. Siz də öz ata-babalarınızdan, biz də eşitmişik, hər kəs şahiddir ki, yəni insanlar gizli-gizli oruç tutardılar. Gizli-gizli Quran oxuyardılar, namaz qılardılar. Adət-ənənələrini gizli-gizli yaşamağa çalışardılar. Və bu müstəqil olduqdan sonra bu müstəqillik elə bir nemətdir ki, əslində bizim o dəyərlərimizi yaşamaq, qorumaq, inkişaf etdirmək, gələcək nəsillərə ötürmək üçün də münbit bir şərait yaradır. Bu baxımdan istərdim ki, bu məsələyə də aydınlıq gətirəsiniz. Göstər müəllim, dəyərlər ümumiyyətlə millətlərin formalaşmasının əsasını təşkil edir. Yəni biz millət
məfhumunun, millət anlayışının tərifinə baxdığımız zaman burada hər hansı bir coğrafi əraziyə malik olmaq və eyni zamanda dövlət quruluşu milli mənəvi dəyərlərdən sonra gəlir. Dolayısıyla milli mənəvi dəyərlər formalaşmadan dövlət yarana bilməz. Əsrlər boyu Azərbaycan xalqı millətləşə bilmək üçün öncə öz dəyərlərini formalaşdırdı. Milli mənəvi dəyərlərini formalaşdırdı. Və ondan sonra biz tariximizdə görürük ki, müxtəlif dövlətlər yarandı, Azərbaycan dövlətləri yarandı bu ərazilərdə. Və bu dəyərlər çox zəngindir, çünki biz İslamdan öncə Azərbaycan ərazisində yaşayan Azərbaycan xalqı xristian dininə mənsub idi, ondan öncə Zərdüşt dininə mənsub idi. Daha sonra biz bilirik ki, Zərdüştlükdən, xristianlıqdan sonra İslam dinini qəbul elədilər. Hər bir din də milli mənəvi dəyərlərin tərkibinə müəyyən töhfələr verdi. Xüsusilə İslam dini daha çox zənginləşdirdi bizim milli mənəvi dəyərlərimizi. Yəni bu bütün hər kəs tərəfindən qəbul olunandır ki, dini dəyərlər milli mənəvi dəyərlərin tərkib hissəsidir. Və bu baxımdan da bayaq da qeyd etdiyim kimi milli mənəvi dəyərlərimiz bizə bəzi şeyləri nə qədər müqəddəsləşdirmişdisə, dini dəyərlərimiz onun bir o qədər müqəddəsləşdirdi. Və eyni zamanda vətənin azadlığı, müstəqillik, eyni zamanda dövlət ola bilmə, dövlətləşə bilmə və dövlətin müəyyən müstəqil əraziyə malik olması, suverenliyi, eyni zamanda mənsub olduğun dini azad şəkildə həmin dövlətdə yaşaya bilmə, adət-ənənələrini həmin dövlətdə yaşaya bilmə, bunlar hamısı dəyərlər silsiləsi idi ki, Azərbaycan xalqı bunu əsrlər boyu yaratmışdı. Və qeyd etdiyimiz kimi bu dəyərlər sayəsində xalq olaraq biz dünyada həm mərhəmətli, həm tolerant, həm məzlumun yanında olan bir xalq kimi özümüzü göstərə bilmişdik. Və eyni zamanda bu dəyərlərimiz bizə də işğala qarşı, vətənə olan saldırıya qarşı mübarizəliyimizi biraz daha artırmışdı. Elə 20 yanvar hadisələrini götürsək, bu hadisələr həmən dəyərlərimizin məhsulu idi ki, artıq xalq imperiyanın tərkibindən çıxıb öz dinini, öz adət-ənənələrini, dəyərlərini müstəqil şəkildə yaşada bilmək kimi bir ideya uğrunda mübarizəyə başlamışdı. Və sizin də bayaq vurğuladığınız kimi biz dini dəyərlərimizdən uzaqlaşdırılmağa çalışdıq. Gizli, aşkar, bəzən şifahi şəkildə xalq arasında yaşadılaraq bu dəyərlər bugünə qədər qorunub saxlanıldı. Və təbii ki, bu bizim xalqımızın öz dəyərlərinə qarşı nə qədər sadiq olduğunu göstərir. Və öz dəyərlərimizi qorumaq, bundan sonra da gələcək nəslə çatdırmaq, bu düşünürəm ki, bizim xalqımızın ən müqəddəs vəzifələrindən biridir. Çünki bizi biz edən məhz milli mənəvi dəyərlərimizdir. Dini dəyərlərimizin, milli dəyərlərimizin qorunub saxlanılması üçün, inkişaf elətdirməsi üçün biz müstəqilliyimizin, suverenliyimizin nə qədər əhəmiyyətli olduğunu anlayırıq. 20 yanvarla başlayan o böyük yürüyüş 44 günlük savaşla öz məntiqi nəticəsinə gəldi çatdı və Azərbaycan öz suverenliyini də əldə etdi. Artıq Azərbaycan konstitusiyası ölkənin hər qarşında tətbiq olunmağa başladı. Mən sizə sualım bu istiqamətdə olacaq. Müstəqilliyin həm əldə olunmasında, həm suverenliyimizin əldə olunmasında, həm də bunun gələcəkdə qorunmasında mənəvi dəyərlərimizin rolu böyükdür və bu sahədə inanclı insanların boynuna bir yük düşür. Mən istərdim ki, bu yük nədən ibarətdir? İnancımızdan irəli gələn dəyərlər, onların vətənpərvərlik, müstəqillik və suverenlik istiqamətində inançlı kəsimin üzərinə düşən nədir? Gələcək nəsillər nə şəkildə yetişməlidir ki, bizim azadlığımız və suverenliyimiz əbədi olsun? Gürsel müəllim, çox uzağa getmək lazım deyil. Yaxın tariximizdə 30 il işğalda olan torpaqlarımıza baxdığımız zaman orada bizim dini, milli abidələrimizin başına gətirilən oyunlar, onların dağıdılması
və sair məsələlər göstərdi ki, vətənin qorunması eyni zamanda insanların inancının, dininin qorunmasıdır. Yəni, müstəqillik birbaşa mənəvi dəyərlərin, inancın eyni zamanda bir növ zəmanətidir. Bu baxımdan inanclı insanlar düşünməlidirlər ki, müstəqil olduğumuz təqdirdə, azad bir dövlət olduğumuz təqdirdə, necə ki, bugün ölkə başçısının, cənab Prezident İlham Əliyevin apardığı siyasət və dini camiyə göstərdiyi diqqət və qayğı onu göstərir ki, biz azad bir şəkildə öz inancımızı yaşaya bilirik, öz dini ayinlərimizi azad, rahat bir şəkildə icra eləyə bilirik. Bax, bu bizə müstəqilliyimizin qazandırdığı, müstəqil dövlət olmanın qazandırdığı bir dəyərdir. Halbuki nə Sovet İmperiyası dövründə buna icazə verilmirdi və ya bayaq dediyim kimi yaxın tarixdə işğal olunan ərazilərimizdə artıq din deyə bir şey qalmamışdı. Çünki bütün insanlar orada məcburi şəkildə köçmüşdülər. Dini dəyərlər orada təhqir olunmuşdu. Bax, bu baxımdan inanclı insanlar həm də dinin gərəyi olaraq vətənin bölünməzliyi, vətənin müstəqilliyi uğrunda ön səhflərdə olmalıdırlar. Çünki dinimiz də bizə vətəni qorumağın müqəddəs olduğunu, vətəni qorumağın imandan olduğunu bildirir Həzrəti Peyğəmbər. Bu baxımdan həm bizim din xadimlərimiz çıxışlarında, moizələrində vətənin müqəddəsliyini, azadlığın ali bir dəyər olduğunu vurğulamalıdırlar. Gənc nəslə bunu təbliğ etməlidirlər və vətənin qorunması uğrunda canını fəda etməyin necə Allah yanında ali bir məqama sahib olduğunu çatdırmalıdırlar. Biz bilirik ki, İslamda şəhidlik ali bir məqam sayılır və axirətdə peyğəmbərlərlə eyni məqamda olacaqları siz də daha yaxşı bilirsiniz ki, Nisa surəsinin 69-cu ayəsində Allah Teala buyurur ki, axirətdə nəbilər, yəni peyğəmbərlər, siddiqlər, eyni zamanda şəhidlər və salihlər bir yerdə olacaqlar və onlar nə gözəl yoldaşdırlar deyə buyurur Allah Teala. Bax, bu məqamlar gənc nəslə aşılandığı zaman, yəni həm vətənin uğrunda çalışdığın, vətənin uğrunda şəhid olduğun zaman xalqın yaddaşında dərin bir iz buraxmış olursan, eyni zamanda Allah dərgahında da ali bir məqama çatmış olursan. Bax, bu cür məsələlər düşünürəm ki, inanclı insanlar tərəfindən daim gənc nəslə aşılanmalıdır. Niyaz müəllim, mən təşəkkür edirəm sizə. Bugün mühüm bir mövzunu sizlə danışdıq. Tariximizdə önəmli yeri olan, eyni zamanda bizə böyük dəyərlər, uğurlar qazandıran bir məsələni gündəmə gətirdik. Bir daha buradan 20 yanvar şəhidləri başda olmaqla Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş bütün şəhidlərimizi rəhmətlə yad edirik. Azərbaycan xalqının dəyərlərinə, milli mənəvi dəyərlərinə sahib çıxması üçün müstəqilliyinin, azadlığının əbədi olmasını arzu edirik. Mən sizə bir daha təşəkkür edirəm gəldiyiniz üçün və hisslərimizi paylaşdığınız üçün. Minnətdarım. Sağ olun. Əziz tamaşaçılar, bugünkü buraxılışımızda 20 yanvar şəhidləri başda olmaqla ölkəmizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizi yad etdik. Bu tarixi nailiyyətin bizlər üçün, milli mənəvi dəyərlərimizin qorunub saxlanması üçün nə qədər əhəmiyyətli olduğunu qeyd etdik. Əziz tamaşaçılar, bununla da verilişimiz başa çatır. Haqqın Dərgahı verilişinin növbəti buraxılışında görüşmək ümidi ilə sağ olun, salamat qalın.